mən də buradan Fazil müəllimə öz təşəkkürümü bildirirəm. Bizim hörmətli Sabunsudan olan millət vəkilimizə və hər zaman Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin qayğısını çəkən bir insandır. Onun da bax bugün Saadət Qutuya 75 illik yubileyi ilə bağlı göndərdiyi məktub çox gözəl bir məzmunlu məktubdur. Sizə can sağlığı arzuluyur, yaradıcılığınızda uğurlar və hətta Fazil Mustafa deyir ki, Aşıq Pəri Məclisinin yaradıcılarından olan Saadət Quta Azərbaycan aşıq sənətində öz mühürünü vurdu və Aşıq Pəri Məclisi nə qədər yaşayacaq, Saadət Qutanın adınla yaşayacaq. Var olun, elə də siz həmişə Aşıq Pəri Məclisini yaratmaqla bir daha Azərbaycan aşıqlarının, qadın aşıqlarının hansı səviyyədə, hansı zirvədə, hansı yerdə olduğunu bir daha sübut elədiniz. Bu da aşıq sənətində Saadət Quta inqilabıdır. O Qızıl Gül inqilabı oldu. Bu da aşıq sənətində Saadət Quta inqilabıdır. Bir Saadət Qutuyu bir ürəkdən alqışlayaq.